İyul, çətinliyin və məyusluğun öhdəsindən gəlmək. 1 iyul, böyük bir zəfərdən dərhal əvvəl sarsıdıcı bir məğlubiyyət yaşana bilər. Çıxış yolu diqqətini qoruyub saxlamaq və inanmağa davam etməkdir. Təslim olma. 2 iyul, həyatında nə baş verirsə versin, seçim etmək hüququnun yalnız səndə olduğunu unutma. Hər vəziyyətdə müsbət çıxış yolu axtarmaq vərdişinə yiyələndikdə həyatının səviyyəsi yüksələcək. Bu, uğur və xoşbəxtliyin ən böyük təbii qanunlarından biridir. 3 iyul, həyatda səhvlər yoxdur, dərslər var. Mənfi təcrübə yoxdur, səni inkişafa, öyrənməyə, özünü tanımağa, təmkinli olmağa aparan yolda bəzi əlverişli vəziyyətlər var. Güc mübarizədən qaynaqlanır. Ən böyük ağrı elə mükəmməl müəllim ola bilər. 4 iyul, məşəqqət həmişə dərin mənəvi inkişaf üçün vasitə olub. Böyük məhrumiyyətlərə düçar olanlar müdrik şəxslərə çevrilirlər. Həyatda böyük ağrılarla üzləşən insanlar adətən başqalarının ağrısını ürək döyüntüsünə qədər hiss edə bilirlər. Çətinliklərə düçar olan insanlar nəticə itibarilə cana yaxın, şəfqətli və real düşüncəli olurlar. 5 iyul, istirab çəkməyi heç kim sevmir, amma o bizə həqiqətən də yaxşı təsir göstərir. Kim olduğumuzu başa salır. Bizi buradakı mövcudluğumuz haqda, dünyanın necə fırlandığı barədə ürəyimizdə saxladığımız və xilas ola bilmədiyimiz yalanlardan azad edir. 6 iyul, çətinliklərlə üzləşdiyimiz zaman dünyaya baxışımızın reallığa təsir göstərdiyini düşünürük. Bu yanlış fərziyyədir. Biz sadəcə dünyaya ümidsiz istinad çərçivəsindən baxırıq. Hər şeyi kədərli və ümidsiz gözlər vasitəsilə görürük. Məsələ burasındadır ki, biz daha yaxşı əhvalla dünyaya nəzər yetirdikdə, onun yaxşı tərəflərini daha çox görürük. Daxilimizdə sabitlik olduğunda və xoşbəxtliyə yenidən qovuşduğumuz zaman, bu xarici dünyamızda da öz əksini tapacaq. 7 iyul, dünya bir aynadır. Həyat bizə istədiklərimizi deyil, layiq olduqlarımızı verir. Həyatımız fəsillərdən ibarətdir. Əzabının qış çağında, bunun yayda öz bəhrəsini verəcəyinə inan. Səhərin parlaq şüalarını sevdiyin kimi gecənin qaranlığını da sev. 8 iyul, istirab və çətinlik şəxsi inkişafın təşviqi üçün güclü vasitələrdir. Heç nə səni əzab və çətinliklərin qədər daha tez öyrənməyə, böyüməyə və inkişaf etməyə məcbur edə bilməz. Çətinliklərdən başqa heç nə daha sənə öz daxilindəki orijinal gücü üzə çıxarmana bu qədər çox yardımcı ola bilməz. 9 iyul, qarşılaşdığın çatışmazlıqlar, buraxdığın səhvlər və səbr etdiyin əziyyətlər olmadan indiki müdriklik və biliyinə sahib ola bilməzdin. İztirab müəllim, hər bir uğursuzluq isə böyük uğura aparan cığırdır. Bir neçə səhv nota basmadan gitara çalmağı öyrənə bilməzsən. Çətinliklərinizi xeyir-dua kimi görməyə başlayın. 10 iyul, biz çətin vaxtlarımızda öz daxili dərinliklərimizə daha yaxşı inə bilirik. Həyatı asan və xoş yaşadığımız zaman səthi düşünürük, reflektiv ola bilmirik. Dəniz dalğalı olduqda isə özümüzdən uzaqlaşır və baş verənlərin səbəbini axtarmağa başlayırıq. Bu bizi öyrənməyə və böyüməyə vadar edir. Həyat bizi olmalı olduğumuz adama çevirmək üçün çalışır. 11 iyul, hər birimiz fərqli yollarla son hədəfimizə doğru irəliləyirik. Bəzilərimiz üçün bu yollar başqalarınkindən daha keşməkeşli, daha çətin olur. Lakin heç kim çətinliklə üzləşmədən öz yolunu tamamlamağa müvəffəq ola bilməz. Belə olduğu halda baş verənləri mübarizə kimi deyil, həyatın qanuna uyğunluğu kimi qəbul etmək lazımdır. Niyə də həyatımıza daxil olan şeylərdən özümüzə bu nəticə çıxarmağa çalışmayaq? Ağrını hiss et və xoşbəxtliyindən zövq al. Vadiləri heç vaxt görməmisənsə, dağın zirvəsi sənin üçün nəfəskəsici ola bilməz. 12 iyul, fəlakətlər bizi daha fəlsəfi düşünməyə sövq edir. Mübahisələr zamanı özümüzə daha çox suallar verməyə başlayırıq. Həyatın mənasını, nə üçün əzab çəkdiyimizi, niyə planlarımızın hesabladığımız kimi həyata keçmədiyini araşdırırıq. Həyatın təsadüflərlə idarə olunub, bəxti olanlarla xidmət edib etmədiyini, yoxsa seçimlərdən doğan güclü yumruq vasitəsilə idarə olunub olunmadığı sualı haqda düşünürük. 13 iyul, ətrafdakılar və baş verənlər heç də göründüyü qədər pis deyil. Kədərləndiyimiz hadisələr əslində bizi güc və hikmət ilə tanış edir. 14 iyul, səhv etməkdə pis heç nə yoxdur. Səhvlər həyatın bir hissəsidir və inkişafımız üçün çox vacibdir. Lakin eyni səhv addımların təkrar-təkrar, günbəgün yenidən atılması böyük yanlışdır.
Bu, özünü müdafiə biliklərindən məhrum olmanın göstəricisidir. Halbuki bu xüsusiyyət insanları heyvanlardan fərqləndirən əsas ünsürlərdən biridir. Həyatından dərs çıxarmağı və keçmişinə xidmət etməyi öyrən. 15 iyul. Özünə qarşı qəddar olmağı həmişəlik dayandır. Sən insansan və insanlar səhv etmək üçün yaradılıblar. Bunu dərk etsən, buraxdığın səhvlərin inkişafına nə qədər kömək etdiyini anlayacaqsan. Biz mükəmməl olmaq ehtiyacını itirir və həyatlarımızı seyr etməyin daha aqil yollarını mənimsəyirik. Biz həyatda bir dağ küləyinin yarpaqlı meşədən süzüldüyü kimi süzülə bilərik. Güclü, eyni zamanda da zərif. Nəticədə öz həqiqi təbiətimizdəki sülhə qovuşa bilərik. 16 iyul. Uğursuzluğa düçar olmaq cəsarətsizlikdən pis ola bilməz. Çox adamla onların xəyalları arasında dayanan yeganə şey səhv etmək qorxusudur. Lakin uğursuzluq hər hansı başqa bir cəhddə uğur qazanmaq üçün vacibdir. Onlar bizə dərs verir və uğur yoluna yönəldir. 17 iyul. Bəzi insanlar başqalarının səhvlərindən öyrənməyi bacarırlar. Bu insanlar çox ağıllıdırlar. Başqaları isə bunun yalnız şəxsi təcrübəyə əsaslandıqda uğurlu alınacağına inanırlar. Bu cür insanlar həyatları boyu qarşılarına çıxan ağrı və çətinliklərə dözürlər. 18 iyul. Çətinliyi olmayan insan qəbirdə yatan insandır. Yaşamaq çətinliklərlə, istirablarla, ağrı ilə üzləşməkdir. Bunlar böyümə, inkişaf etmə və öyrənmə vasitələri insan həyatının əsas hissəsidir. 19 iyul. Həyatın sınaqları müdrik ola bilmək üçün bizə verilən imkan və öz həqiqi gücümüzü xatırlamamız üçün yaradılan fürsətdən başqa bir şey deyil. Lakin unutmayaq ki, hər bir həyat qələbə və gözəlliklərlə doludur. 20 iyul. Heç bir çətinlik əbədi deyil. Heç bir uğursuzluq əbədi deyil. Heç bir əzab əbədi deyil. Bütün bunları yaşadığımız zaman elə bilirik. Sanki bu istirablar heç vaxt bitməyəcək. Həyatın mövsümləri, fəsilləri var. Çətin günlər bizi daha yaxşı bir şeyə hazırlayan zamanlardır. 21 iyul. Özümüz üçün mütləq fərdi məsuliyyət formalaşdıraraq və gündəlik müdrik seçimlər edərək həyatımızdakı əziyyəti azalda bilərik. Bu şəkildə taleyimizi formalaşdırır və daha xoşbəxt bir həyat yaşamaq gücünü ortaya qoyuruq. 22 iyul. Albert Camus'un belə bir fikri var. Qışın ortasında içimdə yenilməz bir yay kəşf etdim. Çətinliklə üzləşməyənə, ağrı hiss etməyənə qədər, əslində nə qədər möhkəm və güclü olduğumuzu tam dərk edə bilmirik. Sonra başa düşürük ki, hamımızın daxilində cəsarət var və bu cəsarət hətta ən böyük çətinliklərə belə sinə gərmək gücündədir. Çətinliklər bizi daha da möhkəmləndirir. 23 iyul. Həyatımızda baş verən heç bir şey ona yüklədiyimiz mənadan başqa bir məna daşımır. Ağrı və istirab mühakimənin nəticəsidir. Mühakimə etməyi, baş verənləri müsbət və ya mənfi bölməyi dayandıraraq, imkanlarımız kimi dəyərləndirsək, bütün həyatımız dəyişər. Bu zaman daxili aləmimiz sülh və fərəhlə dolar. 24 iyul. Pis təcrübə deyə bir şey yoxdur. Heç yaxşısı da yoxdur. Həyat elə həyatdır. Bəlkə də elə bütün həyat yaxşılığa doğrudur. 25 iyul. Əzabı meydana gətirən səbəb baş verənlərin sənin təsəvvür etdiyin kimi deyil, olmalı olduğu kimi reallaşmasıdır. Həyatını başqaları kimi müqayisə etmədən yaşasan və baş verənlərin əslində sənin xeyrinə, taleyinə uyğun həyata keçdiyini dərk edə bilsən, daha xoşbəxt və dinc yaşaya bilərsən. 26 iyul. Axtarışda olan şəxs ali mənliyinin son mənzilinə çatmazdan əvvəl sınaqla qarşılaşacaq. Nail olmaq istədiyini xəzinəyə qovuşmazdan əvvəl o imtahandan keçməli olacaq. Bu, həyatın adi qanunlarından biridir. Şəxsi oyanışının səyahətini təsvir edən hər hansı bir böyük müdriklik kitabını öyrənsən, axtarışda olan və ya qəhrəmanın hər zaman mükafatını, arzuladığı həyatı almazdan qabaq, bəzi sınaq və çətinliklərlə qarşılaşdığını görərsən. 27 iyul. İnsanların çoxu öz məqsədlərinə çatmağa az qalmış təslim olurlar. Çoxu arzusunun 2 addımlığında geri çəkilmək qərarına gəlir. Bunun sənin də başına gəlməsinə icazə vermə. 28 iyul. Həyatının mövsümlərdən ibarət olduğunu unutma. Hər bir insan ən gözəl yazına qovuşmaq üçün ən çətin qışlardan keçməlidir. Heç vaxt unutma, qışlar əbədi deyil. 29 iyul. Bir şeyi heç vaxt unutma.
Bizi ən çox çəkdiyimiz ən böyük əziyyətlərimiz inkişaf etdirir. Bunun əksinə gedəsi olsaq, özümüzə ziyan vurmuş olarıq. Çayın axarı ilə üzmək hər zaman yaralara şəfadır. Yerə su tökülərkən çatların arasında gizlənənləri üzə çıxarır. Həyat da belədir. Sənə əzab yollananda daxilindəki potensialı, məhəbbəti, dözümlülüyü, gücü üzə çıxarmağa çalışdığını dərk et. Biz sümük sınığı kimi sınıq yerlərimizlə daha güclü oluruq. 30 iyul. Çətin vaxtlarda ruhdan düşmək adəti çoxumuzda var. Çətinliklə üzləşdiyin zaman gündəlik nizam-intizamı artır. Daha erkən oyan. Dua et, yaxşı qidalan, idmanla məşğul ol. Təbiət qoynunda vaxt keçir və 4 əsas hissənin, beyninin, bədəninin, ürəyinin və ruhunun qaydasında olduğuna əmin ol. 31 iyul. Duyğularını hiss et. Çətinliklərlə üzləşdiyin zaman bəziləri sənə müsbət şeylər haqda düşün deyəcək. Bu məsləhət faydasızdır. Mənfi hadisəni müsbət enerji ilə yükləməyə tələsməməliyik. Bunu etmək səni yalançı inkarlara sürükləyəcək. Ağrını, əsəbi, kədəri hiss et. Bu çox adi haldır. Bu hətta sağlamlığın üçün də faydalıdır. Çünki bu duyğuları yaşamaq onlardan xilas olmağa kömək edir. Dərd çəkmək lazım olanda dərd çək. Özünü heç nəyə məcbur etmə. Hər şeyi arxada qoyub hərəkət etmək lazım gəldikdə isə hərəkət et, dayanma. Həyat onu yaşamaq üçündür.